Heç olubmu ki, kimisə çox xüsusi və sevimli bir insan kimi hiss edəsiz, amma nə onun var dövlətinə, nə də sizə etdiyi yaxşılıqlara görə sadəcə onu özü üçün olduğu kimi sevəsiz? Bu hiss birini sadəcə özü olduğu üçün sevmək dünyadakı ən dəyərli şeylərdən biridir. Allah Taala Məryəm surəsinin 96-cı ayəsində bizə belə bir sevginin necə qazanılacağını izah edir. İnnellezîne âmenû və amilussâlihâti səyəcəlu ləhumur-rahmanu vuddə. Həqiqətən iman gətirib yaxşı işlər görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq. Yəni, əgər imanlı olsaq və yaxşı əməllər etsək, Allah sevgimizi insanların qəlbinə yerləşdirəcək. Belə ki, insanlar heç bir xüsusi səbəb olmadan sadəcə bizim yaxşılığımıza görə bizi sevəcəklər. Bu sevgi nə yalandan, nə də riyakarlıqdan qaynaqlanır. Bu həqiqi və səmimi bir sevgidir. Gəlin bugündən etibarən mehribanlıq və yaxşı əməllərlə insanların qəlblərini fəth edək və bir gün görəcəyik ki, bu sevgi Allahın mərhəməti ilə insanların qəlbində cücərib böyüyəcək və onlar bizi yalnız biz olduğumuz üçün sevəcəklər. Bu səmimi və qalıcı bir sevgidir.